Və adam tövbə eləyir, xətasından dönür, deyirsən ki, yox, yalandan aldadır, gizlədir, tövbə eləməyib. Və sən, və biz deyir ki, əhlüsünnə zahirə hökm verir. Harada qaldı bu zahirə hökm vermə? Və yaxud olubdu, xəta eləmişəm, xətamdan dönmüşəm. Hər halda adamın tövbəsi elan olunmalıdır. Çünki o adam ki, xavaric fikirləri daşıyıb, indi hələm də daşımaqdadır, dönməkdə bir dəlil də yoxdur axı. Deyirlər. Çünki bir ara deyirdi ki, nədən tövbə eləyim? Bir ara deyirdi, deməmişəm, indi tövbə eləyib. Deməli, nəsə olub da, deməli, onun barədə nə deyilib, o düz idi. Və bu neçə illərdir. Ne üçün bunu uzatdı? Cəmaat bölündü, bəzi qardaşlar bilməyənlər bölündülər, qəlblərinə soyuqluq düşdü, aralarına soyuqluq düşdü. O qardaşlar ki, olayın yanında demişdi, nələrsə, əhlüsünnə üsuluna müxalif mənhəclər demişdi, fikirlər söyləmişdi. O qardaş daha 15 manatlıq, 5 manatlıq adlandırırdı, qardaşların haqqını giriblər, nə qədər. Bəs, bunlar balaca məsələlər deyil daxı. Tövbə eləyib, harada eləyib, kim eşidib onu? İkinci də onun tövbəsi gərək bildirilər. Bəli, elan eləyir ki, bəli, mən bu fikirdeydim, indi bu fikir səhvdir. Özdə hansı məsələdə tövbə eləyib? Onda axı, bir dənə məsələ deyil daxı. Yəni, neçə dənə məsələ idi? Neçə dənə məsələ idi? Hansından tövbə eləyib? Nədən tövbə eləyib?